Artıq 3 saata yaxındır ki biz bu süfrənin kənarındayıq. Bu 3 saatdə sizi burada yuxusuz saxladığım üçün, yorğun tutduğum üçün göz qulaq haqqınızın halallığını istəyirəm. Mən də bu 3 saat ərzində sizə xərclədiyim bu dəyərli saatlarımı tam təmənnasız, tam səmimi qəlblə, böyük sevgilərlə sizə halal edirəm. Öncə mən Qahirə xanıma Allahdan ayağa qalxıb, yeni izləyicilər 5 ildir Qahirə xanım həyəcandan, hansısa səhvlərinin toplanmasından yatağa düşüb, yəni yeriyə bilmir. Bax, onun üçün mən duadayam. İnsan öz sevgisiyle qazanıb bu duanı və mən Allahdan ona şəfa, rəhim diləyirəm, ayağa qalxmasını diləyirəm. Səkinə xanımın evladı itkin düşüb, onun gözlərinin yoldan çəkilməsini Allahdan diləyirəm. Mən bizə vəd edilən dünya yaranan bir gündən bu günə qədər həll olunmayan bir müşkül işin həllinin mücizəsini bizə Allah vəd edir. Bax, o mücizəni bizə yaşatmasını tezliklə diləyirəm. Onun sevinç qurbanını kəsməyi Allahdan diləyirəm. Mən Sənliyə, bizim gözəl izləyicimizdir, cavan adamdır, kişi xeylağıdır, amma bəlkə də qeybəti çox olur onun. Onun səsi qadın kimi çıxır, onun səsinin kişiləşməsini Allahdan diləyirəm. Allah istəsə təbii ki olar. Mən öz bacılarıma şəfa diləyirəm. Mənə yaxın olan, uzaq olan, məni sevən, sevməyən hər bir Allahın bəndəsinə, bax, buradan təhqirlə də qalxırlar, söyüşlə də qalxırlar, hər birinə Rəbbimdən sağlamca uzun ömür, Allahın sevgisi içirə, ruzu, bərəkət, bol nimət, rahat yaşam diləyirəm. Xəstələrə şəfa, qərib qürbət olan yerlərdə, öz elində rahat, huzur qovuşması, zindanda olanlara azadlıq, oğul evləndirmək eşqi ilə olanlara gözəl gəlin, qız köçürmək istəyənlərə gözəl kürəkən, qarşı durma qaynana, gəlin, ata, ana, bacı, qardaş, huzur, sevgi. Kimin qəlbindən nə istəyi, nə arzusu var, onların həyata keçməsini, yataqda olanların ayağa qalxmasını, nə bilim, çətinlikdə olan hər bir bəndəsinə rəhim və şəfalar diləyirəm. Və bizə vəd etdiyi ədalət dünyasını tezliklə bizə dadızdırmasını Allahdan diləyirəm, amin deyirəm. Belə.